bir borcdur. Və ümumiyyətlə, bu dünyada bəzi haqlar var, bəzi borclar var ki, onu ödəmək mümkün deyildir. Onların da ən böyüyü valideynin və ələxsus da ananın haqqıdır ki, onu ödəmək mümkün deyildir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bir kişi atasını qul kimi taparsa və onu pul verib, azad eləyib, azadlığa buraxarsa atanın haqqından çıxmaq olur. Bu da, indi zamanımızda zaten belə şey də yoxdur. Lakin ananın haqqını heç vəclə ödəmək mümkün deyildir. Ananın haqqı qalır insanın boynunda. İnsan üzərinə düşən nədir? Onunla ən gözəl bir şəkildə davranmaq və onun qayğısını çəkmək. Başqa bir ayətdə Allah Teala buyurur ki: وَقَدَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Allah sizə əmr edir ki, ona ibadət edəsiniz və həmçinin də valideynlərinizə yaxşılıq edəsiniz. Allah Teala əmr edir, ona ibadət edəsiniz və valideyninizə yaxşılıq edəsiniz. Alimlər deyirlər ki, baxın, valideynə yaxşılıq etmək nə qədər əhəmiyyətli və önəmli bir işdir ki, Allah Teala onu öz haqqı ilə yanaşı gətirib zikr edir. Allaha ibadət eləmək, bu zaten insanın yaradılış qayəsidir ki, hər bir insan Allaha ibadət eləməlidir. Allaha boyun əyməlidir. Onun dediklərini yerinə yetirib, qadağan etdiyi şeylərdən isə çəkinməlidir. Və bunun ardınca dərhal nə gəlir? Və valideynlərinə yaxşılıq etmək. Əgər bir insanın əlinə valideynlərinə yaxşılıq etmək fürsəti düşübsə, bunu gərək əlindən buraxmasın. Ayətin davamında Allah Teala buyurur ki: İmmə yəbluğannə indəkəl kibara əhəduhumə əv kilahumə fələ təqulləhumə uffin və lə tənharhumə. Əgər onlardan biri və yaxud da ikisi də sənin yanında yaşlılığın ixtiyar halına çatıblarsa, onlarla gözəl davran, onlara uf belə demə. Uf belə demə. Alimlər deyirlər ki, əgər ufdan da yüngül bir söz olsaydı, Allah Teala onu da qadağan eləyərdi. Baxın, uf nədir? Tərs-tərs baxışlar nədir? Təəccüblü hərəkətlər nədir? Bunları belə valideynə qarşı eləmək olmaz. Nəinki onları əziyyət vermək, Allah qorusun, döymək, söymək, küçüyə atmaq, qocalar evinə atmaq və s. bu kimi əxlaqsız davranışlar. Dinimiz bizə əmr eləyir ki, valideynlərinə uf belə demə. Uf belə demə. Həmçinin insan əgər valideynlərinə pis davranarsa, onun da çox pis aqibəti olacaq. İnşallah mövzumuzun davamında danışacağıq. Həmçinin Allah Teala buyurur ki, ayətin davamında فَقْفِدْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ. Əksinə, sən rəhmət qanadını onların üzərinə at. Rəhmət qanadını onların üzərinə at. Yəni, onlarla elə bir şəkildə davran ki, necə ki, bir quş balaların qənədinin altına salır, onları soyuqdan, istidən